Salam, hər vaxtınız xeyir olsun. Bu günləri sizlərlə 10-cu sinifin güvən sınağını izah edəcəyik. Deməli, 57-ci sualda bizə deyilir ki, ifadəsinin qiymətini tapın. Məxrəci rəssamlıqdan azad eləyəcəyik. Bunu qoşması bilirik ki, minusudur. 8 vurulsun, kökdə 3, minus 1. Məxrəcimiz olacaq kvadratları fərqi, yəni kökdə 3-ün kvadratı 3, çıxılsın 1-in kvadratı 1. Buraya eləyəcək 2, ixtisar gedəcək, qalacaq 4. Vurub açsaq 4 kökdə 3 minus 4. Bu ifadəmiz olur bu. Baxırıq ikinci ifadə. İkinci ifadənin də qoşması toplamasıdır. Yəni 2 kökdə 3 plus 1. Vururuq, olur 22 vurulsun 2 kökdə 3 plus 1. Məxrəcimiz olacaq 2 kökdə 3-ün kvadratı. 2 kökdə 3-ün kvadratı həm 2-nin kvadratı 4, həm də 3-ün kvadratı kökdə 3-ün kvadratı 3. 12-dən çıxacaq nəyi? 1. Bu da eləyəcək 11. 22 neçə qalacaq 2. 2-ni vururuq 2 kökdə 3 eləyir 4 kökdə 3. Qarşısındakına vurulur. Plus 2. Olur 4 kökdə 3 minus 4 çıxılsın 4 kökdə 3. Bu həmin bu minus burada təsir edəcək minus 2. 4 kökdə 3-lər gedəcək. Mənfi 4 mənfi 2. Olacaq mənfi 6. 58-ci sualda aşağıdakılardan hansının ən böyük ortaq böləni digərlərindən fərqlidir? Yəni əbobu digərlərindən fərqlidir. Bunların əbobu eləyəcək 6. Bunlarda eləyəcək 8. Burada 6. Fərqli olan elə D variantı olacaq. Deməli, 3A bərabərdir 2B. A olur 2, B bərabər olur 3. Qoyuruq yerinə 5 vurulsun 2. Aşağıda da bunların toplanması, yəni 5. İxtisar eləyirik, cavabımız olur 2. 60-cı sualda cəmi 13 şagird olan sinifdə oğlan şagirdlərin sayı qız şagirdlərin sayından 60% çoxdur. Məsələn, biri 10K olsa, 60% çox olanda 16K. Bu eləyir 23K bərabərdir 13-ə. K da bərabərdir 23 yox, 26. 13 bölünsün 26, o da eləyir 2-də 1. Sinifdə neçə oğlan şagird var? Bu, oğlan şagirdlərin sayı çox idi da, bu oğlan olur. 16 vurulsun 2-də 1, o da eləyir 8. D variantı. 61-ci sualda ədədlərindən neçəsi rasionaldır? Bu irrasionaldır, irrasionaldır. Bu da irrasional olur. Bu rasionaldır və 2 dənəsi rasional olacaq. B variantı. 62-ci sualda düzbucaqlı üçbucağında bucaq B 90 dərəcədə AD-ni tən bölən verib. AB BC-yə bərabərdir. Bura x deyək. Bura olacaq x plus 1. Və bizə deyir ki, DC-ni tapın. Deməli, bizdən x istəyir, tən böləndir. Deməli, bucaq B 90 dərəcə, AD tən böləndir və burada yazsaq ki, əgər x plus 1 bölü 1 bərabərdir. AC bölünsün x-a, AC bərabər olacaq x vurulsun x plus 1. Yəni x kvadratı plus 1. Sonra Pifaqor teoremin tətbiq eləsək əgər bu ifadəni sadələşdirmiş olaraq. Onda olur x plus 1-in mötərizə kvadratı üstəyər x plus 1-in mötərizə kvadratı. Bu onda anılır ki, bu üçbucaq bərabəryanlı düzbucaqlı üçbucaqdır. Bərabəryanlı düzbucaqlı üçbucaq olur və bərabərdir. Deməli, x plus 1-dirsə, bərabəryanlı düzbucaqlı üçbucaqda var ki, 45-45-dir. X 8, x kökdə 2. Yəni ki, x kvadratı plus 1 bərabər edir kökdə 2 misli. X plus 1-in kökdə 2 misli. Bu formada olur. X kvadratı plus 1 bərabərdir kökdə 2x plus kökdə 2. Sadələşdirmə aparısı x kvadratı minus kökdə 2x plus 1 minus kökdə 2 bərabərdir 0-a. Diskriminantı tapsıq. Bunun kvadratı edir 2 minus bunun 4 misli. 1 minus kökdə 2-nin 4 misli. Olur 2 minus 4 plus 4 kökdə 2. O da olur 4 kökdə 2 minus 2. Buradan uzun gedir nəsə. Dəqiqə AB bərabərdir BC-yə. Bundan geçsəydi necə? Dəqiqə x kvadratı plus 1. Əslində onunla da alınmalıdır. Sadələşdirmə aparaq bir dəqiqə. X kvadratı plus 2x plus 1 üstəyər x kvadratı plus 2x plus 1 bərabərdir. X kvadratı plus 1-in plus 1-in yox. Burada səhvimiz ondan ibarət olub.
Bunu vurub açanda x kvadrat plus x yazmalıydıq. Səhvimiz bizim orada olub. X kvadrat plus x. Bura x-dir. Ona görə bu hissədə alınmadı. Deməli, x kvadratı plus x-in kvadratı olur. Buradan alınmalıydı. Biz dəqiqə həmin yolla gedək. Tənbiləndə o səhvlik eləmişik. Dəqiqə. Deməli, bura olur x kvadrat plus x. X kvadrat plus x bərabər olur bunların kökdə 2 mislinə. Yəni ki, 1 plus x-in kökdə 2 misli olur. X kvadrat plus x deməli, bərabərdir kökdə 2 plus kökdə 2 x. Olur x kvadrat plus x minus kökdə 2 x minus kökdə 2 bərabərdir 0-a. Burada sadələşdirmə aparırıq. Və diskriminantı tapanda 1 minus kökdə 2-nin kvadratı çıxılsın. Burada bunun 4 misli də plus 4 kökdə 2. Çıxmaya dəyir, tapılma olur. Bunu da eləyir. Deməli, 1-in kvadratı 1, kökdə 2-nin kvadratı 2, hasilinin 2 misli plus 4 kökdə 2. Olur 1 plus 2 plus 2 kökdə 2. Bu da 1 plus kökdə 2-nin mötəzil kvadratıdır. X1 bərabər olur mənfi b. Mənfi b-miz bizim bu mənfisi. Olur kökdə 2 minus 1 çıxılsın kök altında d. D-mizdə 1 plus kökdə 2-dir. 1. İndi bu çıxanda mənfi alınacaq. Bizdə uzunluq mənfi ola bilməz. Ona görə toplamasın. 1 plus kökdə 2 böl 2. Birlər gedir. Kökdə 2-nin 2-yə böləndə olur kökdə 2. X alırıq ki, kökdə 2-dir. Deyəcəyimiz olacaq nə? Kökdə 2. A variantı. 63-cü sualda deməli, bunun açışı x minus 1, x plus 1-dir. X plus 1-lər gedir. Buradan x-i çıxarsa x minus 1, x-lar da gedir. X plus 1-lər də gedir. Heç nə qalmır da. Burada təkcə 1 qalır. Olur A variantı. 64-cü sualda mənfi 2-nin kubu eləyəcək mənfi 8, çıxılsın 1, plus demiş ki, mötərizə alıb üstündə cüt yazanda müsbət eləyir. Bölür mənfi 9, üstəgəl 25, o da edir 16. D variantı. 65-ci sual diametri ilə radiusunun cəmi. Diametri 2 yerdir. Plus radius. Olur 3 yer 57, r də bərabərdir 19. Çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu 2 pi r-dir. Yəni 2-nin 19-a vurur 18 pi. E variantı. 66-cı sualda dərəcələrə eyniləşdirməliyik. 3, 4, 6-ya 12-yə gətiririk. Bu vurulacaq 4-ə, bu vurulacaq 3-ə, bu vurulacaq 2-yə. Olacaq 12-ci dərzdən 9 üssü 4 vurulsun, 3 üssü 3 bölünsün, 3 üssü 2. Bu formada olur. Bu ixtisar aparırıq. Burada qalır 3 üssü 1. 12-ci dərzdən bu 3 üssü 2 deməkdir. 3 üssü 2-nin üstündə 4, 3 üssü 8 elir. 3 üssü 8 vur 3 üssü 1. 12-ci dərəcədən 3 üssü 9. İxtisar aparırıq 3-ə. 4, burada da ki 3. 4-cü dərəcədən 3 üssü 3. Yəni 27. Tənliyin x-in ala biləcək qiymətləri hasilinə tapın. Burada şərt qoyuruq. X sıfırdan böyük və yaxud da x sıfırdan kiçik. X sıfırdan böyük olanda x minus. Burada bununla asılı olmayaraq x sıfırdan böyüksə x kimi çıxır. Üstəgəl 3x bərabərdir 30-a. X-lar gedir. 3x 30-a bərabər olanda x bərabər olur 10-a. Bu şərti ödədiyinə görə 10 ödəyir. Bir də x sıfırdan kiçik olanda. X sıfırdan kiçik olanda bu çıxır mənfi x. Bu onsuz da yenə deyirəm. Buradan asılı olmayaraq x sıfırdan kiçik olanda moduldan nə çıxır? Mənfi x çıxır da. Mənfi x çıxır 3x bərabərdir 30-a. Olur mənfi x plus x minus 3x bərabərdir 30. X də bərabərdir mənfi 10 edir. Bunlar gedir. Və yaxud da belə deyim. Modul x çıx modul mənfi x. Onsuz da bu eyni şey eləyəcək, müsbət eləyəcək. Yəni necədir? Modul 7 çıxılsın mənfi 7. Onsuz da ikisindən də müsbət çıxır. Yəni bura x-in hansı qiymət olmağından asılı olmayaraq 0 eləyir. Yəni bir dənə qalır modulda 3x bərabərdir 30. Bir dəfə müsbəti, bir dəfə də mənfisinə bərabər eləyir. Hələ x-in ala biləcəyi qiymətləri hasilini.
Biri -10, biri -10. Hasili də -100. Tənələr sistemindən A bölü B nisbətini tapın. Tapaq. Deməli, burada əgər biz 4-ə vursuq bunu, olacaq 2A plus B bölü 3 və yaxud da yuxarı 3-ə vuraq, ən yaxşısı. Yuxarı 3-ə vuraq, 6A plus B bərabərdir 3. Bilirik ki, hamısına vurmalıyıq. B plus A bölü 2 bərabərdir 2. Sonra çıxırıq. 6-dan elə bir 2-də 1 çıxırıq. Eləyir nə? 5-dan 2-də 1 A bərabərdir. 3-dən də 2-ni çıxırıq 1. A-nı da tapanda 1-i bölməliyik nəyə? 5-dən 2-də 1-ə. Yəni 1 bölünsün 2-də 11. Burada tərsinə çevrilir, vurulur 11-də 2. A bölünsün B nisbətini istəyir. A-nı tapdıq. İndi B-ni tapmalıyıq. B-ni də tapmadan ötürü aparıb qoyuruq yerinə. 11-də 2-ni vuranda 2-yə 11-də 4 edir. Üstə gəl B bölünsün 3 bərabərdir 1-ə. B bölü 3 bərabərdir. 1-dən 11-də 4 çıxanda 11-də 8. B-ni də tapanda 3-ə vurur 11-də 24. A bölü B-ni istəyir. 11-də 2 tərsinə çevriləcək. 24-də 11. İxtisar aparı eləyir 12-də 1. 2 dəqiqə. Burada nəsə yəqin hesablama səhv eləmişik. 2 dəqiqə 6A 3-ə vurduq. Üstəgəl B bərabərdir 3. Burada da ki B plus A bölü 2 bərabərdir 2. Çıxanda B-lər getdi. 6-dan da 2-də 1-i çıxırıq. 5-dən 2-də 1. A bərabərdir 1-ə. A-nı tapanda 1 bölünsün 5-dən 2-də 1. O da 2-də 11 deməkdir. Tərsinə çevrilir 11-də 2. Aparıb yerinə yazırıq. 11-də 2-ni vuranda 2-yə 11-də 4 plus B bölü 3 bərabərdir 1-ə. B bölü 3 bərabər olur 1-dən çıxanda 11-də 8 yox 4, 7. Burada səhvimiz olub. Deməli, B də bərabər olur 21-də, burada 21 olur 21-də 2. D variantı. 69-cu suala baxaq. Cəmi 15 fərqi ən çox düşən. Buraxılışa mütləq şəkildə düşür də, yəni ki, çox vaxt düşür. Cəmi x plus y bərabər və topluda güvəndə var. Fərqi isə 21 olan ədədlərin hasilini tapın. Sistemi alırıq, toplayırıq. Edir 36 x bərabərdir 18. 18 minus y bərabərdir 21. Y bərabərdir 18 çıxılsın 21. Yəni -3. Hasili 18-i -3-ə vuranda eləyir -54. O mərkəzi çevirdə ABC nöqtə çevrə üzərindədir. AOB-ni 150 dərəcə veribsə, bura 150 olur. Çevrə 360 dərəcə yerdə qalır 210 dərəcə. Bu da onun yarısı olur 105 dərəcə. Sonra 71-ci sualda 6-ya vururuq. Bu vurulacaq 2-yə, bu vurulacaq 3-ə, bu vurulacaq 1-ə. Olur 2x plus 8 plus 6x minus 15 minus x bərabərdir 0-a. Sadələşdirmə aparırıq. Bu eləyir 8x çıx x 7x. 8-dən 15-i çıxanda -7 eləyir. 7x bərabərdir 7x də bərabərdir 1-ə. Tənlik də düşür buraxılışa mütləq şəkildə. 72-ci sualda ABC bucağında BO tənbələni çəkilmişdir. 3 bucaq çəkək. BO tənbələni. Və bucaq A 60 dərəcə, A, B, C 50 dərəcə yarıya bölür 25-25. C, O, B-ni istəyir, buranı istəyir. Bu 3 bucağı görürsünüz də buranı. Bu 3 bucağın xarici bucağıdır bura. Xarici bucaq ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabər, yəni 85 dərəcə. Sonra keçid edirik 73-cü suala. 73-cü sualda 150 km yolun bir hissəsi asfalt, qalan hissəsi isə torpaqdır. Yolun torpaq olan hissəsini 60 km/saat, yolun asfalt olan hissəsini isə 90 km/saat sürətlə hərəkət edən avtomobil bütün yola 6 saat vaxt sərf edir. Avtomobil yolun asfalt hissəsini neçə saata getmişdir? Deməli, yolun torpaq olan hissəsini 60, belə deyək də, T1 plus T2-miz 6 saatdır. T1-imiz 110 bölünsün. Yolun bir hissəsi asfaltdır. 110 kilometrlik yoldur. Və belə düşünsək ki, məsəl üçün bir hissəsini deyir də bizdən 6 saat vaxt avtomobil yolun asfalt hissəsini neçə saata getmişdir.
dəqiqə. Yolun asfalt olan hissəsi isə 90 km/s sürətlə gedən avtomobil bütün yola 6 saat. T1 üstəgəl T2 6 saat. T1 üstəgəl T2 6 saat. Və bir hissəsi asfaltdır. Məsələn, düşünək ki, T1-ə S1 gedib. S1 bölünsün 60. Bu olsun. Torpaq olsun S1, asfalt olsun S2. Və bizdə də sadələşdirmə aparsaq. S1 bölünsün 60, torpaq yolda 60 sürüb. S2 bölünsün 90, bərabərdə 6-ya. Sadələşdirmə aparıb bunu həll eləsək. S1 plus S2-miz də neçədir? 510-dur. Deməli, burada orta məxrəcimiz bizim 180-dir. Bu vurulacaqsa, bu vurulacaq 2. Olur 180, 3S1 üstəgəl 2S1 S2 bərabərdir 6-ya. 3S1 üstəgəl 2S2 bərabərdir 6-nı 180-də vuranda 1080 olmalıdır. Və S1-in S2-nin cəmi neçədir? 510-dur. Aşağını 2-yə vurarıq. 2S1 üstəgəl 2S2 510-u da 2-yə vuranda 1020 və çıxarıq. Olur S1, S2-lər gedər. S1, 3S1-dən 2S1 çıxarıq. Bunu da çıxanda nə qədər eləyəcək? 40 km. 40 yox, 60. Deməli, torpaq yolumuz nə qədərdir? 60-dır. Avtomobil yolun asfalt hissəsini neçə saata getmişdir? Asfalt hissəsi. Asfalt hissəsi S2-dir. S2-ni tapmadan ötürü 510-dan çıxmalıyıq 60-ı və bu da eləyəcək 450. 450 kilometrlik yoldur. 90-la gedir. 90-a böləndə eləyəcək 5 saat. 5 saata getmiş olacaq. 74-cü sualda bir arı yeşiyində 14 çərçivə var. Hər çərçivədə 2,65 kg bal var. 20 belə arı yeşiyində neçə kiloqram bal var? Hər çərçivədə deməli 2,65 kg bal var. 20 belə arı yeşiyində. 20 dənə arı yeşiyində 20-ni 14-ə vurub bu qədər çərçivə olur. Yəni ki, 280 çərçivə olur. Və çərçivədə nə qədər olur? 2,165. 280-də vurur 2,165-ə. Bunu da vurmadan ötürü 28-ə vuraq. 8 5-im 44 yadda. 6 8-im 48 4 yadda 52. 0 3 bu da 5. Və biz də bunu vurmalıydı 280-də. Vuranda belə ilə vergül atanda 742 kiloqram bal olur. Sonra gəlir ətraflılara 75 ifadəsinin qiymətini tapın. Müqayisə edirik. Kökə sağlıq edirik. Kökdə 4. Bu da kökdə 1-dir. Müqayisə eləsək bu mənfi edir. Ona görə yeri dəyişir. 2 minus kökdə 3 çıxılsın. Bu isə bu da mənfi edir. Yeri dəyişir. Kökdə 3 minus 1. Aşağı hissədə burada yəqin ki vurulsundur. Deməli, yenə müqayisə edirik. Kökdə 16 eləyir bu. Bu da ikinci dərəcədəndir. İxtisar eləsək buraya 2 qalır. Olur, deməli, 4 minus kökdə 3-ün kvadratı. Kvadrat olanda yerin dəyişikliyi də olar, problem yoxdur. Bununla da bu ixtisar gedir. Olur 19 plus 8 kökdə 3. Deməli, sadələşdirmə aparaq yuxarıda. 2 minus kökdə 3 minus kökdə 3 plus 1. Sürətimiz olur 3 minus kökdə 3. Məxrəcimizdə sadələşdirmə aparanda 4 minus kökdə 3-ün kvadratı vurulsun. 4 minus 4 plus kökdə 3-ün möhtəzəl kvadratıdır bu. Çünki 4-ün kvadratı nə edir? 16. 3-ün kvadratı nə edir? 3. Kökdə 3-ün də yəni. Toplayanda 19 eləyir. Hasilinin ikimisi də 8 kökdə 3-dür. Və bu kvadratları bir kənara atıb bunları bir-birinə vursuq, kvadratlar fərqi yaranır. Müxtəsər radiuslara. Bir dəfə minus, bir dəfə plus. 4-ün kvadratı 16, kökdə 3-ün kvadratı 3. Bunun kvadratı olacaq. Niyə? Çünki bu kvadratı atmışdım kənara. Sonradan vurandan sonra cavab nə edirsə, onun üstünə dair kvadratı təzədən yaradıram. 16-dan 3 çıxanda 13 kvadratı eləyəcək. 169 və deməli bu ikinci dərəcədən idi. Misalların bir dənə silim. Deməli 2 minus kökdə 3 minus kökdə 3 minus 1 sadələşdirdik 3 minus
2/3 və buradan da sadələşdirmə aparanda bizdə dəqiqə bu hissənin əgər yazsaydıq ki 13 çıxırdı cavabımız. Bizdə dəqiqə buradan kvadrat çıxdı. Buradan da bu çıxdı. Bu da ki 4 plus kök 4-ün kvadratıdır. 13-ün kvadratıdır. 169'da 3 minus 2/3 eləyir cavabımız. İfadənin qiyməti o formada olur. Sonra gəlirik 76-cı suala. Tənliyin həlli yoxdur. Tənliyin həlli olmaması üçün x-in əmsalı 0 olmalıdır. Yəni 2a kvadratı minus 7a plus 3 bərabərdir 0. Diskriminant nə eləyəcək? 49 çıxılsın 4 vurulsun 2 vurulsun 3. Bu eləyir 24 çıxanda 25. A1 bərabərdir 7 minus 5 bölünsün 4. Yəni B1, B çıxılsın diskriminant bölünsün 2a-da. Bunu toplayanda 12, 4 bəndə 3. A2 də bərabərdir. Deməli 7 minus 5 bölünsün 4. O da eləyir 2-də 1. Və 1 2-də 1 olur. 1'i 3. Bu ilə qutarmırıq. Bu da nə olmalıdır? 0-dan fərqli olmalıdır. Çünki əgər 0-a bərabər olsa sonsuz sayda olur. 3a kvadratı minus 10a plus 3'ü 0-a bərabər eləyir. Görək köklər nədir? 100 minus hasili 4 vur 3 vur 3. 100 minus deməli 36 eləyir də bu. 64. A1 bərabər olur. 10 minus 8 bölünsün 6. Bu eləyir 2-də 1. 3'də 1. Çünki çıxanda 2 eləyir. İxtisar aparır 3'də 1. 10 plus 8 bölü 6. Bu da eləyir 3. 3 qiymətində hər ikisi 0 olduğunu götürə bilmərəm. Cavabım olur nə? 2'də 1-də. 77-ci sual. Dərəcəsi 4 olan çoxhədlinin 2 kvadrat düzəlinin hasil şəklində göstərin. Dərəcəsi 4-dürsə çoxhədlisini 2 kvadrat üçhədlinin hasili şəklində göstərin. Deməli, dərəcəsi 4 olan deyir bizdə. Yəni 6n minus 14 bərabərdir 4, 6n bərabərdir 18, n də bərabərdir 3. Çoxhədlinin 2 kvadrat düzəlinin hasil şəklində göstərin. Aparıb yerinə yazırıq. X-ü 4 çıxılsın 3. 3'ü qoyanda yerinə 3x kvadratı plus 3'ü də yerinə 1. Olur, deməli. Düz qoyduq da yerinə 6n minus 14 bərabərdir 4'ə. 6n bərabərdir 18'ə, n də bərabərdir 3'ə. Aparıb yerinə yazırıq. X-ü 4 minus dərəcə bilirsiniz də çoxhəddə ən yüksək olandır. X-ü 4 minus 3x kvadratı və 3'dən də 2 çıxırıq 1. 2 kvadrat düzəlinin hasili şəklində. Və yaxud da əgər burada n minus 1'i yüksək götürsəydik 4 n bərabərdir 5 olacaqdır. Onda baxın niyə görə n minus 1'i 4'ə bərabər eləməmişik onu yoxlayırıq. N bərabərdir 5 olanda 30'dan 14'ü çıxanda nə qədər eləyir? 16. Onda x 16 olacaq. Ən yüksək dərəcə 16 olacaq. 4 olmayacaq. Ona görə. Bunu da t nə vəcək? T kvadratı minus 3t plus 1 bərabərdir 0. Diskriminant bərabərdir 9 minus 4 5. T1 bərabərdir 3 minus və yaxud da bunu belə də yazmaq olardı. Bir dəqiqə. Belə yazıq x4 minus 2x kvadratı minus x kvadratı plus 1. X kvadratı minus 2x kvadratı plus 1. Bu nəyə nasıldır? X kvadratı minus 1'in mötərizə kvadratı çıx x kvadratı. Bu da nə olur? X kvadratı minus x minus x deyirəm. Minus 1 minus x. X kvadratı minus 1 plus x. Bu olacaq. Müxtəsər düsturu. 78-ci G nöqtəsi ABC bərabər yanlı düzbucaqlı üçbucağının ağırlıq mərkəzidir və medianın kəsmə nöqtəsi də ağırlıq mərkəzidir. AB-ni verib bizə 5x plus 1, BC-ni verib 7 bərabər yanlıdırsa bərabər eləyir 5x plus 1'i 7x minus 13'ə 5x çıxılsın 7x bərabər mənfi 13 çıx 1. Sadələşdiririk. Mənfi 2x bərabərdir mənfi 14. X də bərabərdir 7'yə. Aparıb yerinə yazırıq. Bu eləyir 36, bu da 36. Bizə deyir ki, BC-nin parçası. Biz indi buradan tapırıq nəyi? Bu medianların keçmə nöqtəsində hipotenuzu tapırıq.
Hipotenüsü tapmanın məqsədi odur ki, hipotenüsün yarısıdır da median. Deməli, hipotenüs bizəcə x idi c-lərdə. 45 dərəcədə nə idi? X kökdə 2. 36 kökdə 2. 36 kökdə 2-nin yarısı nə qədər edir? 18 kökdə 2. Medianlar kəsişəndə nə olur? 2-nin 1-ə nisbətdə olur. Bura 2-nin 1-ə nisbətdə. Yazıram 2k plus k bərabərdir 18 kökdə 2-yə. 3k bərabərdir 18 kökdə 2. K da bərabərdir 6 kökdə 2. Bura amma onun 2 misli olacaq. 12 kökdə 2. Olacaq 12 kökdə 2. Sonra 79 sualında deyir ki, tənliyin kökləri x1, x2 qarşılıqlı əksərləri. Qarşılıqlı əksərlərdirsə cəmi 0 olmalıdır. Yəni bu hissəmiz nə olacaq? 0 olacaq. A kvadratı minus 3,5a minus 2 bərabərdir nə? 0. Və bunu çevrilmişə gətirəndə x kvadratı minus a kvadratı minus 3,5a minus 2 böl 3 x minus b bölünsün 3. Bu yenə də sürət 0 olmalıdır. Diskriminant bərabərdir. Deyir, tənliyin kökləri x1, x2 olan qarşı əksərlərdir. A 0-dan böyükdür. x1 kvadrat x2 kvadrat bərabərdir 6a olarsa b-ni tapın. Deməli, bunu sadələşdirmə aparsaq, olur x1 plus x2-nin kvadratı minus 2x1, x2. Sadələşdir, x1 plus x2-miz nədir? Deməli, a kvadratı minus 3,5a minus 2-dir. Kökləri deməli, nə olmalıdır? Kökləri cəmi 0 olmalıdır, qarşılıqlı əksərlərdirsə. Bu olur 0, 0-ın kvadratı. Yerə qalan mənfi 2x1, x2 bərabərdir 6a-ya. x1, x2-miz də bərabərdir nəyə? Mənfi 3a-ya. Mənfi 3a. Deməli, bizə b-ni istəyir. Bunu 0-a bərabər eləyək. 0-a bərabər eləyəndə diskriminant bərabərdir 3,5-in kvadratı. Deməli, 12,125 plus bunun da 4 misli 8. 20,125. Bu da 44,5-in kvadratı olmalıdır, səhv eləmirəmsə. A1-miz bərabər olur 3,5. Bizə müsbətdir. Ona görə toplama 4,5 bölünsün 2. Bunu toplayanda 8 edir, 2-yə böləndə 4 edir. Və hasilimiz nəyə bərabər idi? Hasilimiz mənfi 3a-ya bərabər oldu, mənfi 12. x1 bölü x2 nədir? Mənfi b bölünsün 3 idi də, bayaqları tapdıq burada. Mənfi b bölünsün 3. Bərabəri mənfi 12. Mənfilər gedir, b bərabər olur 36-ya. B-miz olacaq 36. 80-cı sualda satıcı məhsulu 18 manata satarsa 20% gəlir əldə eləyər. 18 manata satanda 120% olur. 12,6 manata satarsa neçə faiz zərər edər? Deməli, buradan belə də tapmalı olur ki, 18-dən 12,6-ını çıxarıq. O da eləyər, deməli, 5,4. Buraya yazarıq 5,4. Çarpaz şəkildə vuranda 120 vurulacaq 5,4-ə bölünəcək 18-ə. 18x eləyir də. Və buradakı 0-ı bunun vergülü azad eləmək üçün istifadə edəcək. Yəni 12 vur 12 kimi istifadə edəcək. 12 vurulsun 54 bölü 18. İxtisar aparsaq, o da eləyir 36. 36% zərər eləmiş olar. 81-ci sualla da yekunlaşırıq da artıq. 81-ci sual. Şəkildə çevrə üzərində ABCD nöqtələri çevrə qövsünü AB deməli 3K, BC 5K, CD 7K və AD də 9K. Bunların cəmi 12, bu da 12. Edir nə? 24K bərabərdir 360-a. Deyir, AC və BD vətərləri arasındakı iti bucaq AC və BD iti bucaq toplayıb yarıya bölürdük də. 3x-lə 3K-nın 7K-nı vətərlər arasındakı bucağı necə toplayıb yarıya bölür. 3K-nın 7K-nı toplayıb yarıya bölür 5K. Niyə bəs bura olmadı? Niyə bura kör bucağı sayıldı? 5K-nı 9K-nı toplayanda 14K eləyir. O da nə eləyir? 7K eləyir də. 7K böyüdür də. 5K-nı tapmaq lazımdır bizə. Deməli, K-nı tapanda 24-ə böləndə 1, bu da 5. 15 eləməlidir. 15-də 5-ə vuracaq. Eləyəcək 75 dərəcə. Ümumilikdə götürsük 10-cu sinif üçün nisbətən çətin salınıb. Yəni ki,
11-in biraz əvvəl paylaşdığımız bundan nisbətən asan idi. Ola bilər ki, 10-cu siniflər bundan zəif yazsın. Yəni ki, ümumilikdə desək, yəni ki, 10-cu sinif üçün nisbətən çətindir. Çünki 11-ci sinifin buraxılışına, sınağına baxdım indi hal-hazırda. Məsələn, bu sual modern sualdır, yaxşı sualdır. Daha sonra buradakı sual, bu kimi suallar 11-ci sinifdə hələ istifadə olunmayıb, 10-cu sinifdə istifadə olunub. Nisbətən, yəni ki, bunlar orta tipli və çətin suallar sayılır və ümumilikdə götürsək, yaxşı suallar salınıb, amma ki, tam buraxılış tipli deyil. Ona görə də, yəni, faizi diqqət yetirmək lazımdır. Daha sonra, yəni 9 və 9 deyirəm, 10-cu sinifdə ən çox, yəni ki, 11-ə düşə bilən, belə desək, ən əsası tənlik formasında düşə bilər və yaxud da, necə deyim, bunlardan 9-cu sinifə düşür, 11-də də bəzən düşür. Ümumilikdə götürsək, asan da var və nisbətən çətin olanlar da var. Ümumi olaraq yaxşı suallarımız var. Burada yaxşı suallar nisbətən, məsələn, bu sualdır və yaxud da budur. Nisbətən modern suallarımız var.